Ben baxdım siz söhbət edəndə mal alışımızı ancaq xaricdən eləmişik. Yerli mal alışımız yoxdur. Material alışımız yoxdur bir şeylərə silməyə, xərcədə. Misal üçün ofis ləvazimatları falan almamışıq. Mən belə bir əməliyyat eləmək istəyirəm. İstəyirəm kassada onsuz da vəsaitimiz var. Bir 10 minimiz var. Bir təhtələ 2000 pul vereyim, getsin biraz xərcləsin. Həm xərc əməliyyatlar eləsin, həm alışlar eləsin. Birinci onu qeyd eləyək. Ondan sonra yerli şirkətlərdən mal alaq, xidmət alaq, nə bilim, konsult xidmət alaq. Mən elə bildim biz xidmətdə almışıq. Mən onları görə bilmədim. Yəni almışıq, onu ödəmişik də. Çünki mən borclarda görə bilmədim. Yəni 501 cəmi 400 manatlıq borc var. Ha. O zaman birinci başlayıram nədən? Təhdil hesab şəxsi yadınıza salın. Kim idi? Şirkətin pulunu xərcləyən cavan oğlan, müəssisənin müdürünün qohumu, etibarlı şəxs nəqd pul götürüb gedib istədiyi şeyi alıb gətirə bilər. Ya bu fəaliyyətlə işləməlidir, ya gedib müştərilərdən borc pullarımızı yığıb gətirməlidir. Bir şəkildə müəssisənin pulunu kasserdən başla xərc edə bilən şəxsdir. Hansı ki, kənarda və ərazidə bizim səyyar kassamızdır. Biz təhdil hesab şəxsimizdə hal-hazırda baxın 244 nömrəli hesab burada yox. 41 var, 44 yox. Ona görə biz nə edəcəyik? Nəticəli işə götürəlim yoxsa? İşçimiz olması lazımdır. Yenə əməliyyatın içərisindən baxarıq. Yoxdursa götürərik. Kassaya girirəm. Təhdələ pul vermək üçün mən kassa məxaric orderi yazmam lazımdır. Kassa məxaric orderi üçün bəli qoşmuşam. Əlavə et deyirəm və baxıram ki, burada təhdəl üçün əlavə bölüm varmı, yoxsa yox. Mal satın ödəniş var, əmək haqqının cədvəl üzrə ödənilməsi var, işçiyə əmək haqqının ödənilməsi var, istiqrazlar, pul vəsaitinin inkasso edilməsi, depozit qoyulan əməliyyatların ödənilməsi, pul vəsaitin sair və xarici. Okey deyirəm, çünki təhdəl üzrə bir şey tapa bilmədim. Yəni, ayrıca bir əməliyyat açmayıblar. Tarix qalsın, bugünün tarixi dəyişmək istəmirəm. Sizin müəssisədən 2500 manat civarında bir vəsaiti, şöbəni deyək, idarə etmənin altında yeni bir şöbə açıram. Yaza bilmədik. Satış departamenti deyək. Satış departamentinin tələbnaməsinə əsasən 221 nömrəli kassamızdan, hesabımızdan 244 təhdil hesab məbləği verək. Və burada deyir, Rabotniki organizasiya, bəli. Kimlər var idi bizdə? Anar Rızayev var, Bayramov var idi, Eyva Səsənov var idi. Orxan olsa. Orxan var. Orxanı eləyirik. Belə. Niyə? Direktor idi mən. Uyğun olsun təhdəlimiz. Təhdəl zəif bir işçi deyil ki. Təhdəl pulu xərcləyən işçidir. Necə artıq şey götürürsünüz? Ha, tamam. Artırırıq deyəndə ki, yeni işçi əlavə edə bilərik. Kim olsun? Sizdə təhdəl kimdir? Ada bax. Yox, şey. Tamir. Yolçuyev. Doğum tarihi falan lazım değil. Elimizde olan məlumatı əsasən vuraq. Okay. Tamir Yolçuyevi seçdik. Hansı kassamızdan verəcəyik onu seçirik. Bizim kassamız nə idi? 9 nömrə deyəsən. Hanı 9 nömrə? Ha, burada. Bunu belə çıxıb, yaxşı. Hani bizim kassamız. Limon dentaldır mı? Bəli. Buydu. Hani kassa limon var? Kassa limon. Pul vəsaiti. Hə, o bank idi. 9 nömrədə bank axtarırdı. O qədər məlumatı şeydən işlədik ki, bitirim orada qalıb. Uşaqlar, əsas məsələlərdən biri pul vəsaitinin hərəkət maddəsidir. Biz bunu necə optimallaşdırsaq, uyğun yazsaq, elə bir hər əməliyyata bir maddə seçməliyik də əvvəlcədən. Özümüz də adlandıra bilərik, xərc kimi də. Uçotumuzu da, analizimizi də ona görə daha gözəl ala bilərik.
Bizim verdiğimiz nədir indi? Və pul vəsaiti köçürmələrindən nə var burada? Hesabdan hesaba köçürmə, kassadan bank, təhtə hesab şəxsdən pulun qaytarılması bizədir. Şəxsə pulun verilməsi çıxış. Seçdik. İndi gəlirik nəyə? Təyinatımıza pulu nə məqsədi ilə veririk? Cari kommunalların ödənilməsi vergi, ofis ləvazimatlarının alınması, başqa nə eləyə bilər? Kommunalları ödəyə bilər, ofis ləvazimatını ala bilər. Hələlik İşte anlaşılmazla süresine sağlayan ki var. Bunu da istediniz. gözdə bir dəqiqə nə deyək? Hə? Sen kullanabilirsin. Sen bunu kullanabilirsin. Tamam. Sərcinin ödənilməsi. Seçdik. İndi burada keçirəm çap tərəfinə. Xidmət kassasına xaric verirəm. Digər informasiyalarını doldurmaq istəyirəm. Vermək. Yəni pulu kimə verirəm? Tamir yolçuyeva. Verməyimin əsası nədir? Şərtdəki rəqəmimi qeyd edirəm. Daha doğrusu şərtdəki rəqəmi şeyə qeyd edeyim, əlavəyə. Əsas hissəsi qeyd edeyim. Cari xərclərin ödənişi. Cari xərclərin ödənişi. Başqa informasiyamız qaldı mı? Xeyr. Qeyd et və OK. Əməliyyatı etdik. Debit kreditimizə baxırıq. Bəli, qüvvədədir. Və verdik. 244-ümüzdə artıq 2500 manatımız mövcuddur. Kassamızda isə 10.000-dən 2500-ümüz çıxıldı, 7500 manatımız qaldı. Kassadakı dövrün əvvəlindən 10.000-imiz var idi. Bu birinci əməliyyatımız. Artıq təhtəldə pul mövcuddur. Deyək ki, təhtəl getsin, müəyyən əməliyyatlar eləsin, alış eləsin, başqa bir şey. Amma ondan öncə şəxslərin ödənmə hissəsi ilə bağlı gəlir. Təhtəldəki pul vəsaitini sıfırlamaq üçün, azaltmaq üçün olmalı olan şey təhtəlin gəlib avans hesabını verməsidir. Təhtəl gəlməlidir, avans hesabatı verməlidir. Avans hesabatının içərisində isə doldurulan bölümlərə əsasən həmin rəqəmlər öz əksini tapmalıdır. Baxaq, avans hesabatımız nəyin içərisində ola bilər? Elə kassada varmı? Hərəkət maddələri, avans hesabatı, bəli. Seçirəm. Hal-hazırda heç bir avans hesabatımız yoxdur. Əlavə et deyirəm. Limon Dental üzrə. Avans hesabatını isə inşallah yəni üst-üstə düşər saatları. Fiziki şəxs olaraq kimdən qəbul edəcəm? Tarih Yolçiyevdən. Təşkilatının şöbəsi olaraq seçəcəm satışı. Ambar olaraq ambarımız əsas ambardır. Bunu biraz böyüdüm, tam görünsün. Belə daha yaxşıdır, düzdür? Hə. Baxın, burada deyir avanslar. Avanslar deyir, nəyə nəzərə tutur? Mən ona bir neçə dəfə avans vermiş ola bilərəm. Hansı verdiyim pulun silinməsini istəyirəmsə, onu əlavə etmək istəyirəm. Əlavə et deyəcəm və burada sənəti seçmək istəyəcəm. Pul vəsaitinin silinməsinə dair ödəniş tapşırığı, çıxan ödəniş tapşırığı, yəni bankdan gedənlərdən gedir söhbət və yaxud da kassa məxaric orderi. Mən deyirəm ki, yox, kassa məxaric orderi ilə tap mənim üçün. Niyə tarixə düşmür? Hə. Baxıram, hansıdır? Limon Dental 2500 manat vurdum və sənəti əlavə etdim. Yəni, dedim ki, bu avanslardan verdiyim bu sənətdə olan 2500-dən xərcləri çıxarsan. Və burada qeyd olunur. Hara xərclənibdir bu avans? Mallara ödəniş olunub və digər xərclərə məsrəf olunub. Birinci gəlirik mallar bölümünə. Əlavə et deyirik. Buradan nə var baxaq? Metal vərəqlər bizə lazım deyil.
Elektronik əl alətləri bizə lazım deyil. Gəlin burada ofis ləvazimatları deyə bir papka yaradaq. Ofis ləvazimatları və ofis ləvazimatlarının içərisində isə yeni məhsulumuzu açaq. A4 deyək. Hazır məhsuldur, ədədləndir. Ədəbiyyətsiz olsun ki, rəqəmini özümüz qoyarıq. Tamam, yazmaq. Xammal və materialdırmı? Görək burada varmı ofis ləvazimatı olaraq, dəftərxana ləvazimatı olaraq? Xammal və materialda qalsın. Uçot hesabına əlavə edəndə limon dental olarak seçməyəcəm. Ya da buna birbaşa 201 deyəcəm. Xammal materyal yanacaq, ehtiyac, sair materiallar. Emal tikinti. Tamam. Təhvil verilmə hesabı 201 6. Satışın hesabı 601 ve 701. Bu əməliyyat yadınızdadır da, nomenklatura yaradanda. Təqdim edilmiş 241 yine 241 ve 521. Ctrl Enter. Yine Ctrl Enter. Məhsulun artıq hazırda A4 olaraq. Miqdar olaraq nə qədər alıbdı? Deyək ki, 5 patka alıbdı. Qiymət olaraq 9 manat. Məbləğ 45 manat. Mal satan. Baxın, burada aldığı yeri də qeyd edə bilirik. Yəni, malları aldığına görə deyək ki, tədarükçülərdən, yerli tədarükçülərdən kimdən almış olsun? Yeni kontragent əlavə edək. Oyal desək olar da yəqin ki. Oyaldan alsın. Oyalla müqavilə yaradaq. Hani mektubu. Güzel iş verirəm. Nömrə 23. Alış müqaviləsi. Yine nömrə 23. Təchizatçı ilədir. Yazmaq və OK. Banklarını düzəldək. Hesab nömrəsi. Bank seçirəm. Kapital Bank ASC Qaradağ rayonu. Və OK deyirəm. Artıq hazırdır. Oyal sənədin nömrəsini istəyir. Baxın, avans hesabatı verəndə axı təhdid mənə sənəddən gəlməlidir əlindən. Həmin sənədin nömrəsini qeyd edirik. Deyək ki, 04 32 44. Seçdik. Yəni seriyası varsa onu da qeyd edirik. QAD olsun. Tarixini seçirik. Sənədin tarixinə baxdı. Deyək ki, ayın 8-inə. Hesab faktura təqdim edilib. Yox, edilməyib buraq. Tamam. 241 və xərclərin maddəsi 701 olaraq qeyd edirəm. Artıq bunu qeyd etdim. Deyək ki, mallarla bağlı. İndi isə ödənişlə bağlı qeyd etmək istəyirəm. Gəlin, lap bura bir dənə də əlavə edirəm. İkinci məhsulumu seçəcəm yenə ofis ləvazimatlarında. Yeni əlavə edəcəm. Steplər yazım. Stepler. Ədədləndir, ədəbiyyətsizdir. Uçot hesabı. Tamam. Təhvil verməm. Yorulmayın, xahiş edirəm. Bu dəqiqə hər şey maraqlı olacaq. 241
Boş. Beş yüz yirmi beş. Dağılmalı material bəsit. Steplerdə seçdim. Bunu almışam 10 dənə. İşçilərimə verəcəm. Qiyməti 12 manat. Bunu Oyal'dan almıram. Boş qalsın. Və 701. Amma yox, bunu da almalıyam ki, öhdəlik yaransın. Ki, ödəmək edə bilsinlər. Tamam, belə qalsın. Ödənişə keçirəm. Artıq ödənişdə nə yazmalıyam? Bunları qeyd etdim, Oyal'dan almışam. İndi isə hansısa kontragentə ödəniş edə bilərəm. Bunun üçün gəlirəm hesablat dövrəyə qalıq cədvəlimdə. Burada 400 manatlıq bir mövzu var idi. Baxım görüm o nədir, hansı şirkətdir. 166 yük daşımadır. Gözünü çalın. 166 yük daşıma ilə bağlı bizim əməliyyatımız olubdur. 166 yük daşımada 02 nömrəli müqaviləyə əsasən bir də fəhlə xidmətinə bağlı əməliyyatımız olub. Biz fəhliyə ödəniş eləmək istəyəcəyik. Onun üçün gəlirəm əməliyyata, kontragent, tədarükçülər, yerli tədarükçülər, hani 166 yük daşımanı seçdik. Görürüz seçəndə kontragentə müqaviləsini verir. Deyir, nəyə ödəniş eləmək istəyirsən? Mən deyirəm ki, buna ödəniş eləmək istəyirəm. Seçdim fəhlə xidmətinə. Neydi bu? İstəmirəm. Hesablaşma yeni sənədi. Yox, bu hesab faktoranı istəyir, mənə lazım deyil. Məbləğ nə qədər olacaq? 112 manat buradan ödəyibdir. Daxil olan sənədi var. 21 eləməyək. Daxil olma tarixi yenə ayın 8-i. Ayın 9-u qoyur. Qoyucun olsun. Kənar təşkilatı sənəd nömrəsi tərkib istəmirəm. 166 hardaydı? 531'də idi, düzdürmü? 531. Avans hesabı 243. Tamam. Ödənişdə etdik. Mən buna bir dənə də əlavə edirəm. Yük daşıma ilə bağlı tədarükçülər, yerli tədarükçülər. Bu səfər isə ikinci müqaviləsini ödəniş eləmək istəyirəm yük daşıma ilə. Buradan da 150 manat ödəniş eləmək istəyirəm. Tamam. Olsun. Və indi də digər əməliyyatlarla bağlı, yəni xərcləri formalaşdırmaq istəyirəm. Burada isə məndən nə istəyir? İndi əlimizdə sənədlər yoxdur da. Sənəd nömrəsi, mal satanı istəyir, tədarükçülər, Oyal, hesab faktoranı istəmirəm. Nomenklatura hansı məhsula görə? Hara getdi bu? Xamma, stomatoloji məhsullar, bunu qida otsalma. Deyək ki, stepləri ödəniş eləmək istəyirəm. Steplerimin məbləğinə nə qədər ödəmək istəyirəm? 30 manat. Tam məbləği yadımda qalmadı çünki uşaqlar. Necə eləmək lazımdır? Necə baxmaq lazımdır deyim. Yoxsa onsuz şərtlər bizə gətirin deyə buyurdular ki. Yəni, əsas olaraq ki, əvvəlcədən alınmayıb deyə bilə bilmiyorum. Qoy 30 manat olsun. Ədəbiyyətsizdir. Subkontrasına baxaq. Ofislə məlumatı, stepler. Əsasan var. 701. Ümid edirəm əməliyyatların hər növündən doldurmuş oldum. Qeyd et və okey. Düşündüyüm kimi Sıx nömrə 2 tabliç sıçrastı, mal satına ödəniş, ne zapomina rekvizita kontragentlərlə hesablaşmaların çox hesabı. Nerede o?
Bir dəqiqə. Uşaq elə bu ödəniş sənətində yazmamışdıq, həmin yerdən çıxdı. Orxan da qoşmağı gec dediyi üçün. Günah onun boyunda. Fakat dedi, obyektin sahəsi müəyyən olunmuyor. Sahə demək nə nəzərdə tutursan sən? Ha? Bu ev. Gönül təşkilatlar. Mallarımız yerində. Ticari sənədlər yerində. Şəxslər yerində. Bu kaçları da yazmışıq aslında. Niye ki? Sağda. Yazmışıq. Var. Bax, istir. Tamam. Ədəbisizdir. Ədəbi məbləği yoxdur. Sənəd nömrəsi zaten yoxdur. Kontragenti neydi bu? Seçmek var burada. Tamam. Vecibe nömrəsi lazım değil. Yük kömək bəyannaməsinin nömrəsidir. Burada eksik bir əməliyyatımız var mı? Sənədin nömrəsini istəyir, yoxumuzdur. Hesab fakturanın nömrəsi. Hesab fakturanın özü. Yaratmamışıq, yoxumuzdur. Tamam. Kıbrıs niye belə edirsən? Bir dəqiqə qoy. Bir baxalım əməliyyatlara. Görək bunu qəbul edəcəkmi? Gəlirəm avans hesabatına. Ancaq nəyi verdi? A4 böceğin alışını verdi. Və azalmasını verdi. Bir də avans hesabatına əlavələ edib baxacaq. Burada X verək. Hesabatlar, dövrəyə balans cədvəli. 244. 165 manatın silinməsi getdi. Əvəzində 216-ya 165 manatlıq məhsul gəldi. Deməli, alışa görə olan əməliyyatı etdi birincidə. Gəlirik. Düzəliş verək. Bu əməliyyatda doğrudur, hər şey işləyir. Gəlirik ödəniş əməliyyatına. Kimə ödəniş eləmək istəyirəm? Tədarükçülərdə 7 tədarükçülər, limonda 166 ödəniş eləmək istəyirəm. Ödəniş sənətim istəyirəm fəhlə xidmətinə görə olsun. Seçmək. Fəhlə xidmətinə qədər idi 200 manat. Daxil olma sənəti 01. Daxil olma tarixi bugün. Kənar təşkilatın sənəd nömrəsini bilmirəm. Hesablaşmanın hesabı 531. Avansınki 243. Avans aplatı. Avansın ödənişidir bu. Avans aplat da ödənişidir də, hə? Zarplat aplatı neydi? Yıllar yadına çıxdı. Qeyd et. Okey. Yenə qəbul etdi. Deməli, bu mallar burada isə sadəcə xərc ödəyib. Və gəlirəm nəyə? Yine dövrəyə balans cədvəlinə. Burada mənim 531 nömrəli hesabımda baxmaq istəyirəm, görüm əməliyyatım həmin aralığa düşür ya yox. 200 manatın ödənişi görünmür. Baxın uşaqlar. 400 manat hələ də borcda qalıb. Tariximiz düz değil mi ki? Düzdür. Yine baxaq avans əməliyyatında görə salı nə vaxtdadır? Avans hesabatı 19.39 atı. Ödeme tarixi sonraya düşür. Bircə dəqiqə avans hesabatının tarixini düzəldim mən.
Yəni bu tarixi düzəldin, əməliyyat tarixini deyək ki, bunu nə zaman etmiş olsun? Bunu ayın 10 eləsin. Yox. Bu proqram təminatlarında ümumiyyətlə tarixlə bağlı situasiya belədir də. Baxaq görək dövrəyə qalıq cədvəlində 200 manatda azalıbmı? Bəli, azalıb. Amma bura düşmür. Səbəb onu anlamadım. Kasırma xaricdir. Avans hesabatının daxilinə baxaq. Ödəniş. Görün burada nəyə təyinat verməmişəm mən. Yük daşımaya vermişəm də. Bu da kontingenti müqaviləsi. Nədir bu? Bir dəqiqə. Mən onu harasa əlavə xərc kimi daxil olunub da olsun. Hə, oldu. Olsun da. Tamam, böyle qalsın. İndi bir də üçüncünü yoxlayaq. Digər ödəniş olaraq. Burada isə bir də buradan yoxlayaq. Yeni tədarükçülərdə 166-nın birinci müqaviləsi görə varmı? Ancaq hesab faktura istəyirəm. Beynəlxalq yük daşıma və daşıma xidmət. Məbləğ 200 manat. Daşıma 241 və 705. Yəni təyinat əslində eyni əməliyyatdır. Sadəcə bu sənəddə nəsə əmma var, o əmma olmadığına görə alınmır. İndi bunun çapına baxaq. Tamam. Şöyle bu gördüğünüz sənəd ümumiyyətlə Excel'də də işlənsə bu formadadır. Ümumiyyətlə də işlənsə bu formadadır. Amma burada əksik tərəflər var nə? Və göstərir avansı 2500 manat. Deyir, avans verilib, öncədən qalıq olub. Cəmi də alınıb, o neçə dənə verilən avans varsa, onların hamısı getməlidir. Bank kartı ilə, valyuta ilə və yaxud da ki, digər əməliyyatlarla bu da cəmi. Xərclənib bu qədər, qalığı var bu qədər. Növbəti tarixə bunu avans yığanda bu qalıq gələcək yuxarıya. Və burada mənim əməliyyatlarımın qeydiyyatını verir. 201-ə 165 manat çıxıbdır, onu göstərir müqabilləşməsini. Bir də burada tarix doğru düşmədiyinə görə 240.01-ə avans gedibdir məndən. O ödədiyimiz 166-ya pul var ha. O gedib düşübdür avansına. Onu da göstərir. Amma burada əsas məsələlərdən biri nədir? Əlavə sənəd və vərəq qeyd edilir. O əlimizdə olan sənədlərin sayını və vərəqini qeyd eləməliyik. Məsəl üçün 5 sənəd 14 vərəq deyə. Onu da harada qeyd edirik? Yəni buradan çıxın. Baxın görürsünüz sənədlər deyək ki 5 dənə sənəd olub, 12 vərəq olub. Qeyd et. Təzdən çapa varsa verim çıxarırdı. 5 vərəq, yəni sənəd 12 vərəqdə hesabat yoxlanılıb təsdiq üçün və burada ən maraqlı yer imzalanmalı yerlərdir. Deməli, gəlin imzalanmanın siyahısına baxaq da. Mühasib kassir var. Bu ən axırıncı adamdır. Deyək ki, bu gətirəcək, mühasib imzalayacaq, mühasib baş mühasibə imzalattıracaq, özü imzalayandan sonra və sonra mühasib kassirə təhvil veriləcək. Bu hesabat mühasib kassirə təhvil verəndə bunun əsasında və sənədlər də əlində olmaq şərti ilə bunun arxasında tikilmiş şəkildə təhvil hesab şəxsinin adından zaymarəşot edəcək. Yəni, bu avans hesabatına təsdiq verəcək. OK deyirəm və burada da istədiyim şərhi də qeyd edə bilərəm. OK. Bu bizim təhtələ verdiyimiz pul və təhtəldən avans hesabatının yığılması ilə bağlı birinci əməliyyat.
İndi bir dənə də təhdil əməliyyatı işləmək istəyirəm, amma onun tarixini eləmək istəyirəm 15-inə. 15-i olsun. Yenə kimdən olacaq? Yolçuyevdən olsun. Şöbəsi satış olsun. Təyinat kommunal olsun. Avans hesabı olaraq, yəni hansı puldan çıxılmasını istədiyimi seçməm lazımdır. 2500 manatdan çıxsın istəyirəm. Mallar deyil, ödəniş olaraq çıxmasını istəyirəm. Əsas o əməliyyat burada olmalıdır. Mal satan falan seçmək istəmirəm də. Nomenklatur olaraq versəm görüm alınar mı? Xərc əməliyyatım buradaydı. Bizdə şeylər hardaydı? Kommunallarımız. Birlikdə tərkib. Məbləğ bircə dəqiqə 200 manat deyək ki, kommunal olsun. Şeyi yoxlamaq istəyirəm. Görüm bu formada mı alınırdı? Uşaqlar, mənim də yadımdan çıxıb üzr istəyirəm. Xərc hesabı. Kommunal hara getsin? 721-ə. Xərc olsun. Təmir yanacaq. Görürsünüz kommunal. O görürəm elə bil. Yox, nəsə bu 2 kamika var idi arxasında. Kommunal su 241 701. Bu formada olsun. Ambarı seçirəm. Öz ambarımız. Qeyd et və OK. Tərkib nədir tərkib? Tamam. Su idarəsinə deyil, su idarəsi elə mi? Anladım. Seç. Bu yenə də nə olur? Təyinatı deyəndə obyektin sahəsi haradır axı? Obyektin sahəsi hanı? Aha, nə deyirsə dolduracam oranı. Sənədin xərcin adı qəbz. Sənədin tarixi 2018-i. Sənədin nömrəsi 14. Uşaqlar şeydən götürürəm ancaq. Burada dövlət qurumlarında bir dənə tez bazar Azərsu yaradım. Okey. Azərsunun müqaviləsi olmadı elə bil. Ay vay. Hesab faktura təqdim edilib. Tarixi 18, nömrəsi 14. Hesab faktura nömrəsi. Bu nədir? Alınmış hesab fakturalar. Kontragent Azərsu. Hara düşdü? Dövlətlərdə axı. Müqavilə əsası hesablaşma sənədi rəqəm nə qədər deyəcəyik biz buna? 200 manat. Sənədi seçdik. Nomenklatura xidmət
Kommunal yaradaq da bir dənə burada. İçərisindədir. Kommunal şöyle. Söz etmeye çalışıyorum ki başka ne kadar ödevisi bir rakam olmalı değil. Ne diyorum? Şu faktörü stroke bir proje değil. İmkan verme kardeş. Benzer bilmek. Bir defa da yoklayacağım da yoklamayacağım. Biz tercihlerden demek Bir başa istəyirəm. bir bakın. Eğer tercihiniz yaratmış olur, yaratmam. Yok yaratmamıza ihtiyaç yok. Ha, bunları etdik. Xərci Bir bence borcumuz var orada. O borcu ödençlemek istedim. yox. Məsəl üçün deyək ki, əmək haqqı ödəmək istəyirəm. Lap heç şey eləmək istəmirəm. Hə, boğuluram. Tez ol. Xahiş edirəm. Vəziyyət olur. Alın uşağım. Ona başqa əməliyyatda baxaq. Xələlik bundan qalsın.